Cümlə ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Çırağın gür işığı bir qədər azalmışdı. Həyətdə külək, ağacların xışıltısı eşidilirdi. Verilən fikirə əsasən tapaq görək bizdən hansı doğru fikir istəyir, yoxsa yanlış fikir. Feillər qulluqca düzəltmədir. Azalmışdı, bəli, azdan azalmaq qulluq düzəltmədir. Eşidilirdi, eşitməkdən eşidilmək, bəli, bu da düzəltmədir. Deməli, biz aşağıdan düzgün fikirlər tapmalıyıq. 1. Feillər şüudi və nəqli keçmiş zamandadır. Azalmışdı, nə etmişdi, nəqli keçmiş zamandadır. Eşidilirdi, nə edirdi. Bu şüudi keçmiş zamandadır, indiki zamandadır. İdi hissəcili işlənib. Bu fikir səhvdir. Bir olan bəndləri çıxırsınız. Mənsubiyyətə görə dəyişmiş isimlər adlı haldadır. Çırağın gür işığı adlı haldadır. Həyətdə külək ağacların xışıltısı adlı haldadır. 2. Doğru fikirdir. Yer zərfinə aid bir nümunə işlənib. Nümunədə yer zərfinə aid nümunə yoxdur. Həyətdə yerli kamlı isimdir. 3'ü çıxırıq. Əsas nitqçilərindən say və əvəzlik işlənməyib. Bax, çıraq isim, gür sifət, bir qədər zərf hərəkətə aiddir. Eşidilir də azalmışdı feil. Deməli, burada say və əvəzlik yoxdur. Fikri doğrudur. Cavab olur 2-4 C variantı. Əvəzlik işlənmiş cümləni müəyyən edin. Atımızın birini vurdular, yoldaşlarımızdan da ikisi yaralıdır. Atımızın bir, sözün kökü bir saydı, i mənsubiyyət, ni də hal. Deməli, buradakı biri sözü əvəzlik deyil, saydı. Çünki burada ikisidir. Yoldaşlarımızdan da ikisi. A bəndini çıxdıq. Sizdəki dözümə heyran qalmamaq mümkün deyil. Sizdəki əvəzdən düzəlmiş sifətdir. Beyində çıxdıq. Yayda hərdən ata ocağına baş çəkir, qohumlarla görüşür. Hərdən əvəzlikdən düzəlmiş zərfdir. Çıxırıq. Evdə kimsə gəzişir, buna görə içəri girməyə ürək eləmirəm. Kimsə sözü qeyri-müəyyən əvəzlikdir. Beləliklə qərar verdik ki, həmişəlik vətənə qaydaq. Bu cümlədə də əvəzlik yoxdur. Cavab olur D variantı. Saylardan sonra gələn isimlərin işlənməsinə bağlı uyğunluğu müəyyən edin. Doğrudur, yanlışdır. Çox nailiyyətlər işlənə bilər, sıxıntı yoxdur. Yəni doğrudur, səhv deyil. Bir neçə məhsul olmalıdır. Məhsullar, buradakılar səhvdir. Bunu yazırıq bura. Az kitablar təbii ki, təkdə olmalıdır. Yazırıq bura. 7 kitablar yenə təkdə olmalıdır. Yazırıq bura. Bir çox düşüncələr hər zaman cəmdə olmalıdır. Yazırıq bura. 1 A-Y, 2 B, C, D cavab olur Y variantı. Cümlələrin birində altından xətt çəkilmiş söz adlı halda işlənmişdir. O, qayıqla yuxarı kəndlərdən gələn 2 kəndli keçirdi. Baxın, odan sonra vergül qoyduğu üçün mübtədə odur, keçirdi xəbərdir. Kim keçirdi o? Yəni, nə keçirdi? Kəndli keçirdi. Qeyri-müəyyən təsirli haldadır. Ona görə bu adlı halda deyil. Yadıma düşdü ki, usta işi bitirəndə pul verməli olacaq. Nə verməli olacaq? Pulu verməli olacaq. Qeyri-müəyyən təsirli adlı halda deyil. Baxan kimi geyimindən şəhər adamı olduğu bilinirdi. Şəhər adamı ikinci növ təyini söz birləşməsi, yəni qeyri-müəyyən yerli haldadır, adlı halda deyil. Narın toz örtmüş qapaqda onun barmağının izi qaldı. Nə qaldı? Barmağının izi. Baxın, üçüncü növ təyin söz birləşməsinin əsas tərəfi mənsubə şeycili söz və adlı haldadır. Bunu götürəcəyik. Ocağın işığında oturub musiqi dinləmək, musiqini dinləmək həzz verir. Bu da təsirli, qeyri-müəyyən təsirli haldadır. Cavabımız olur D variantı. Buradakı izi sözü, yəni mənsubə şeycili söz adlı halda işlənmişdir. Cavab oldu D. Hansı cümlələrdə çoxaltma dərəcəsində olan sifət işlənmişdi? Həqiqəti öyrəndikdən sonra biz daha səmimi olmuşduq. Burada səmimi olmaqdır, yəni daha səmimi olmaq, yəni çoxaltma dərəcəsində deyil. Xırdaca damarlar yükün ağırlığından az qalırdı partlasın. Xırdaca damarlara aid çoxaltma dərəcəli sifətdir. 2 ilə başlayandan saxlayırsınız, digərlərini çıxırsınız. Cavabımız hazırdır. Ayağındakı təptəzə naxışlı corabı, təptəzə çoxaltma dərəcəli sifətdir. Corabı onun nənəsi toxuyub. Çox yuxarı qalxma, birdən ayağın sürüşər, yıxılarsan. Burada çoxaltma dərəcəli sifət yoxdur. Bu işi sübut etməyin çox çətin olacağını, çətin olmaqdır burada. Çoxaltma dərəcəli sifət yoxdur. Cavab olur A variantı 2-3. Yazılışı və tələffüzü fərqlənməyən sözlərdən ibarət cərgəni müəyyən edin. Təhrik, təvəllüt, yurttaş bunlar dəyişir. Tipik, marşrut,
gülünc dəyişir. İxtisar, hiss edici, günahkar. Burada ixtisarda dəyişdi. Şəstə dəyişdi. Padişah asta dəyişdi. Bunlarda çıxdıq. Abdalcasına həşərat təhkiyə. Bu cərgədə heç bir sözün yazışı dəyişir, fərqlənmir. Cavab olur Y variantı. Hansı cümlələrdə mübtəda və xəbərin ifadə vasitəsi eynidir? Deyəsən, marağım qorxumdan qüvvətli idi. Qüvvətli idi, nə marağım? Biri isim, biri sifət. Onlar həmin xəbəri eşidəndə harada idilər? Harada idilər? Kim onlar? Əvəzlik, ikini qəbul etdik. Uşağın kədərli gözləri mənə çox şeylər deyirdi. Nə? Uşağın gözləri, üçün ötən söz birləşməsi mənə çox şeylər deyirdi. Bu da çıxdıq. Hökümdar, insanların dediyinə görə ədalətlidir. Burada xətabdır. Hökümdar, insanların dediyinə görə ədalətlidir. Hökümdar nədir? İsim, ədalətlidir. Tutaq ki, bunu mübtada götürək. Məsələn, bir dəxtə bunu xəbər götürür. Tutaq ki, biri isimdir, biri sifətdir. Ona görə 4-də çıxdıq. Ən tez yorulanlar qabaqda gedənlərdir. Qabaqda gedənlərdir. Kim ən tez yorulanlar? Hər ikisi fiili sifət tərkibidir. Ona görə cavab olacaq 2, 5, B variantı. Cümlələrdən birində yaşlı sözü ilə eyni köklü olan söz işlənməmişdir. Yaşlı insan mənasında. Ənvər kişi çox yaşlandığından, buradakı sözün kökü yaş ismidir. Yəni insanın 5 yaşı, 10 yaşı. Aydın oldu, bu orada o yaş məsələsidir. Ona görə bu yaşdan aşağıdakıların hansı eyni köklü deyil? Ənvər kişi çox yaşlandığından artıq pilləkənləri tək qalxa bilmirdi. Yaşdan yaşlanmaq eyni köklüdür. Kiçik qardaşım və dayım oğlu təxminən yaşı dedilər. Eyni köklüdür, yaş ismindəndir. O gah anasının yaşlı gözlərinə, gah da dağınıq saçlarına bax. Burada artıq yaş, göz yaş mənasındadır. O yaş mənası deyil, yəni həyatın mərhələləri deyil. Cavab olacaq C variantı. Qonşumuzun yaşayışı pis keçmirdi. Yaşdan yaşamaq, yaş ismi ilə eyni köklüdür. Xalq onu daim qəlbində yaşadacaq. Yenə yaşdan yaşamaq, yaşamaqdan yaşatmaq o şərtdəki yaşlı sözünə eyni köklüdür. Cavab oldu C variantı. Bu yaşlı o yaşlıdan deyil. Tabellik bağlayıcısının iki müxtəlif növü işlənmiş nümunə hansıdır? Qorxuram ki, nəzər əhli deyə naqisdir bu söz. Oxşadım hüsündə hərçənd tamamayə səni. Qorxuram ki, aydınlaşma bağlayıcısı, hərçənd güzəş bağlayıcısı. Deməli, burada iki müxtəlif məna növü var. Bir şəir ki, ustadına kəm baxa, onun gözlərində qan damar. Burada ümumiyyətlə bağlayıcı yoxdur. Zakir tək yanmağa eşq atəşinə cürəti var isə pərvanə gəlsin. İsədən sonra vaxt vergül qoysa demək ki, bağlayıcılıqdan uzaqdır. Yenə burada yoxdur. Baş götür bu əhli dünyadan ayaq tutunca qaç. Nə qıza, nə oğula, nə dosta, nə yara bax. Ancaq inkarlıq bağlayıcılardır. Bir dənədir burada. Gah zaman başına tirməşal bağlar, gah olur zülf gizləyib xal bağlar. Yəni, ümumiyyətlə, burada da, yəni, bu da tabesizlikdir, bu da tabesizlik bağlayıcıdır. Şərtdə bizdə tabellik bağlayıcısını istəyir. Sualın doğru cavabı olur A variantı. Söz birləşməsi işlənməyən cümləni müəyyən edin. O gün kənd sakinlərinin hamısı bizə köməyə gəldi. Bax, kənd sakinlərinin hamısı. Söz birləşməsi, isim birləşmədir. Uşaqlar çəmənlikdə kəpənəkləri maraqla seyr edirdilər. Uşaqlar, bax, seyr edirdilər. Kim? Uşaqlar. Harada? Çəmənlikdə. Nəyi seyr edirdilər? Kəpənəkləri. Necə seyr edirdilər maraqla? Fikir verirsə, hamısı müstəqil şəkildə cümlə özü. Yəni, bunlar arasında birləşmə yaradan söz yoxdur. Zərurət bizi seçim etmək çətinliyindən azad edir. Bizi seçim etmək çətinliyindən. Yəni, isim birləşmədir. Həqiqətin alovu onu aparanın əlini tez yandırır. Həqiqətin alovu onu aparanın əlini ismi birləşmələrdir. Daxili gözəlliyin canlandırmadığı xarici gözəllik tam olmaz. Daxili gözəllik, yəni daxili gözəlliyin canlandırmadığı bir də xarici gözəllik. Bunlar da hamısı söz birləşmələrdir. Cavab olur B variantı. Bu cümlədə söz birləşməsi yoxdur. Mətnə görə Fatimə obrazı ilə bağlı demək olmaz. Qərarı ilə kənddə söz söhbətə səbəb olur. Bəli, oğlunu oxutmaq qərarı söz söhbətə səbəb olur. Bu doğrudur.
Oğlunun gələcəyi üçün öz arzularından imtina edir. Ümumiyyətlə mətndə Fatimənin öz arzularına bağlı fikir verilməyib. Onun bir dənə arzusu da övladını oxutmaqdır, övladı ilə bağlı verilib. Deməli bu yanlışdır. Yenilikçi fikirlərinə görə iftiraya məruz qalır. Yəni iftira haqqında da mətndə elə bir şey yoxdur. Mövcud fürsəti düzgün dəyərləndirməyi bacarır. Bəli, yəni ki, məktəb pulsuzdur. Bu da onu dəyərləndirir. Bu da doğrudur. Deyir ki, hansı fikri, belə mətnə görə Fatimə Bazabalı demək olmaz. 1 ilə 4-ü demək olar, 2 ilə 3-ü demək olmaz. Cavab olur Y variantı. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Venn diaqramı xarakterli cədvəldir. Baxaq görək hansılar yanlışdır. Molla İbrahimin fikirlərində əksini tapır. Buradan Molla İbrahimə Xəllə aid fikir tapmalıyıq. Burada da Yaqub Veyselə aid fikir tapmalıyıq. Burada isə hər ikisinə aid fikir tapmalıyıq. Yaşlı nəslin yeni dövrə uyğunlaşa bilməməsi, mətndə belə bir fikir yoxdur. Ona görə də biz bunu cavab kimi götürə bilərik. Çünki yanlış fikir istəyirəm, bu yanlışdır. Paxıllıq hissinin inkişafa mane olması var. Molla İbrahim nə deyir? Deyir, bax elə bu qonşu arasındakı paxıllıqdır da bizi bu hallara salan. Deməli bu doğrudur. 2-ni çıxırıq. 2 olan bəndləri çıxırsınız. Cavabımız ya B-dir, ya D-dir. İndi Yaqub Veysəlin fikirlərində əksini tapana baxaq görək. Təhsilin kənd mühiti üçün əhəmiyyətsizliyi yoxdur. Ümumiyyətlə Fatimədən onun gücünün olmasından danışır. Təhsilin yəni keyfiyyəti ilə bağlı qeyri-vacib məsələsinə toxunmur. Sadəcə Fatimənin yəni girişdiyi yük haqqında danışır. Deməli biz bunu cavab kimi götürəcəyik. Zaten hər ikisində 3 var. Maddi imkanı olmayanların uşaq oxutmağının çətinliyini əlbəttə ki bu var. Bunu vurğulayacağını deyir zaten. Ancaq elmə marağı olan uşaqların oxumağının zərurluğu bu heç birinə aid fikirdir. Yəni bunu elə bir fikir səsləndirmirlər. Yaqub Veysəl imkansızlığından bağlı danışır. Yəni burada onu vurğulamır. Cavab olacaq 1, 3, 5 D variantı. Mətndə ifadə olunmuş fikirləri müəyyən edin. Həyat yoldaşını itirən Fatimə oğlunu tək başına böyütmüşdür. Mətndə buna toxunulurmu? Bəli, deyir ki, gənc yaşında yoldaşını itirib dul qalsa da, deməli biz bunu qəbul edirik. Molla İbrahim Yaqub Veysəlin fikri ilə razılaşsa da bunu büruzə vermirdi. Mətndə belə bir şey yoxdur, axı razılaşmır. O konkret nədir? Yəni ona razılaşdığını bildirmir, yəni. Açıq-aşkar razılaşmadığı hiss olunur. Qadın hüquqsuzluğu dövrün əsas problemlərindən biridir. Mətndə qadın hüquqsuzluğunun problemi yoxdur ki, sadəcə imkan daxilindən, qadının maddi imkansızlığı məsələsinə toxunur. Burada hüquqdan, hüquqsuzluqdan söhbət getmir. Molla İbrahim gələcəklə bağlı nikbin düşüncələr sahibdir. Bəli, orada deyir, biz görməsək də oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bu da deməkdir ki, gələcəklə bağlı nikbin fikirlərə malikdir. Cavab olur 1, 4 C variantı. Mətndə üzərində rəqəm yazılmış sözlərlə bağlı uyğunluğu müəyyən edin. Molla İbrahim başını yellədi, bir yelləmək sözdür. Bir də kimsə xeyirli bir iş edirsə, başqası onu yıxmağı özünə vəzifə bilir, yıxmağı. İndi baxaq görək, burada həqqi məcazi mənadan söhbət edir. Bax, bu həqqi mənadadır, bu məcazi mənadadır. Yəni, tutaq ki, 1-ə A yazacağım bura. Bax, başını yellədi, bəli, 1-ə A yazıram. 2-yə yazıram, məcazi mənadadır. D-ni yazacağım bura. Tezliklə şahı devirib özü taxta çıxdı, başqası onu yıxmağı, bəli, bu yıxmağı məcazi 2 ilə bağlıdır. Bunu qoydum bura. Kontekstə görə yırğalamaq sözünün qarşılığı başını yırğaladı, bunu da qoydum bura. Həyətdə bir qədər gəzdikdən sonra evə gəldi cümləsinə qarşılığı var. Heç bir sözün bu cümlədə qarşılığı yoxdur. Ona görə cavab olacaq 1 AC, 2 BD, D variantı. Mətnə əsasən Molla İbrahim üçün təhsil nə ifadə edir? Orada mətndə belə bir fikir var. Molla İbrahim deyir, biz görməsək də oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Yəni təhsilin faydasından, yəni bu deməkdir ki, Molla İbrahimin fikrincə təhsil təkcə bir fərdin deyil, bütün kəndin, gələcək nəsillərin xeyrinə olan bir vasitədir. Oradan da yola çıxaraq C bəndinə baxın. Orada deyir ki, gələcək nəsillərin taleyini dəyişən amili. Yəni Molla
Molla İbrahim üçün təhsil bunu ifadə edir. Gələcək nəsillərin taleyini dəyişən amili ifadə edir. Ona görə də cavab olur C variantı. Kənd cəmaatı Fatiməyə qarşı ikili münasibət bəsləyir. Fikrini mətnə görə əsaslandırın. Elə ilk abzasda bu fikirlər var. Kimlərsə Fatimə bacını tərifləyirdi, kimlərsə də paxıllıq eləyirdi. Tərifləyənlər nə deyir? Bunu qeyd edə bilərik. Paxıllıq eləyənlərin də fikirlər. Məsələn, yaza bilərik ki, bəziləri Fatiməni tərifləyir. Qadın belə olar. Yoldaşını itirsə də övladının təhsil alması üçün əlindən gələni edirdi. Və yaxud da növbəti fikir, paxılların fikrinə yazaq. Bəziləri paxıllıq edirdi. İndi o fikirləri qeyd edə bilərik. Bu qadın uşağı nə ilə oxudacaq? Bu qadın uşağı nə ilə oxudacaq deyirdi. Və yaxud da Yaqub Veysəllə Molla İbrahimin fikirlərini də qeyd edə bilərsiniz. Çünki Molla İbrahim tərifləyir, Yaqub Veysəl isə o da paxıllıq edənlər sırasında da belə deyək. Bu necə oxudacaq uşağı və s. və s. Bax, bu formada göstərə bilərik. Yəni, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Altından xətt çəkilmiş cümləni mətnin səciyyəvi üslubu xüsusiyyətlərinə uyğun ifadə yazmaqla tamamlayın. Bir məmur görən kimi bu boyda saqqalla qarşısında, indi bunu biz bədii üsluba uyğun qeyd edirik. Məsələn, qarşısında yumağa dönürük yaza bilərik. Qarşısında yumağa dönürük. Bu formada qeyd edirik. Yay kimi əyilirik. Qeyd edə bilərik. Mum kimi əriyirik. Yay kimi əyilirik, mum kimi əriyirik. Bu formada qeyd edə bilərik. 2 qat oluruq. Və s. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən cədvəli doldurun. Molla İbrahimə görə müsbət haldır, Molla İbrahimə görə mənfi haldır. Məsələn, Molla İbrahimə görə müsbət hal nədir? Fatimənin oğlunu oxutması. Fatimənin oğlunu oxutması müsbət haldır. Fatimənin təşəbbüsü və səyləri belə yaza bilərsiniz. Bir də mənfi hal nədir? Kənd cəmaatının paxıllığı. Mənfi haldır. Sonra illərlə dəyişməyən qaydalar, sonra təhsilsizlik, içlərindən oxumuş bir adamın çıxmaması və s. bu kimi halları yazıb sualı cavablandıra bilərik. Mətndə əvvəlində işarə qoyulmuş ifadələrin kontekstə əsasən mənasını izah edin. Əvvəlində işarə qoyulmuş ifadələr. Oğlunu oxutmaq üçün dərdən qabaqdan çıxdı. Dərdən qabaqdan çıxmaq nə deməkdir? Həddindən artıq çox çalışmaq. Həddindən artıq çox çalışmaq. Və yaxud da yaza bilərik. Can qoymaq. Bu kimi ifadələr yaza bilərik. Öhdəsindən gəlmək, bir işi yerinə yetirməyə gücü çatmaq. Bir işi yerinə yetirməyə gücü çatmaq. Belə yaza bilərik. Və yaxud da bacarmaq mənasında, bacarmaqda sözünü qeyd edə bilərik. Bığlarını çeynəmək, Molla İbrahim bığlarını çeynədi. Niyə oxumur? Oxuyanın buynuzu olur. Burada görürsünüz, əsəbiləşib. Əsəbiləşmək və yaxud da hirslənmək. Bu kimi ifadələr yazıb sualı cavablandıra bilərik.
Mətnə əsasən cədvəli doldurun. Mətndə əks olunmuş əsas problem, problemin həlli yolu. Mətndə əks olunmuş əsas problem nədir? Elə ki, kənd cəmaatından biri, yəni Fatimə övladını təhsil alması üçün məktəbə qoyur və bəziləri onu tərifləsə də, bəziləri paxıllıq edir. Yəni, kənddə yeniliyə qarşı çıxılması var. Hətta burada Molla İbrahim nə deyir? Ay Veysel, bax elə bu qonşu arasındakı paxıllıqdır da bizi bu hallara salan. Kimsə xeyli bir iş edirsə, başqası onu yıxmağı özünə vəzifə bilir. Uşaqlığımda kənd necə idisə, indi də elədir. Nə olar ki, bizlərdən də bir adam çıxsa pis olar. Yəni, burada artıq yeniliyə qarşı çıxılması var. Yaza bilərik ki, kənddə yeniliyə qarşı olanlar var. Əsas problem budur. Yeniliyə qarşının olması, düzdür? Bunun problemi necə həll edə bilərik? Əlbəttə ki, cəmiyyəti köhnə düşüncələrdən dəyişmək üçün nümunə göstərmək, təşəbbüs göstərmək. Yenə burada Molla İbrahimdən deyək ki, oğul, gün dediyin nədir ki, gəlib keçər, xəbərin olmaz. Yaşadığım 83 il indi mənə kibrit çöpünün yanması qədər qısa gəlir. Biz görməsək də, oğullarımız, nəvələrimiz kəndimiz görəcək. Bunların heç biri görməsə, Məhəmməd ümmətindən kimsə görər. Ona kömək etməliyik ki, heç olmasa edəcəyi savablardan birazı daha bizim məzarımıza çatsın. Yəni, cəmiyyətin köhnə düşüncələrini dəyişmək üçün nümunə göstərmək, təşəbbüsü dəstəkləmək lazımdır. Deyir ki, biz də ona kömək etməliyik. Və bunu qeyd edə bilərik ki, cəmiyyəti köhnə düşüncələrini dəyişmək üçün təşəbbüs göstərmək və onu dəstəkləmək. Bunu qeyd edə bilərik. Və yaxud da, məsələn, mətndə əks olunmuş əsas problemi təhsil imkanlarının məhdudluğu kimi qeyd edə bilərik, maddi çətinlikləri qeyd edə bilərik. Bunun problemin həlli yolu nədir? Fatimənin övladını qoyduğu o pulsuz məktəblərin olması, məktəbin yeməklə təmin olunması və s. bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnin tezislərinə aid edilə bilməz. 1. Şəxsi zəmində göstərilən mənfi münasibətlər uğursuzluğa təsir edə bilmir. Mətndə əksini deyir, əslində deyir. Xüsusən, çətin ailələrin uşaqlarında insanlar onlardan heç yaxşı heç nə gözləmir və bu pis gözləntilər də özünü doğrulur. Yəni, o uşaqlar mənfiyə doğru inkişaf edirlər. Düzdürmü? Deməli, mənfi münasibətlər uğursuzluğa təsir edə bilir. Amma burada edə bilmir deyir. Deməli, bu mətnin tezisinə aid edilə bilməz. 2. İnsan hər yaşda ona göstərilən etimaddan ilhamlanıb uğur əldə edə bilər. Elə mətn bunu deyir. Pigmalion effekti budur ki, yəni biri haqqında müsbət düşünürsən, düzdürmü? Yəni, orada müəllimlərin, şagirdlər haqqında müsbət düşüncəsini göstərə bilərik. Həmçinin əməkdaş və ya pasient nümunələrini göstərir ki, pozitiv gözləntilər uğura gətirir. Bu fikir mətnin tezisinə uyğundur. Ona görə 2-ni cavab kimi götürmürsünüz. 2 olan bəndləri çıxırsınız. İnsan potensialı sosial təsirlərlə dəyişə və yaxud da inkişaf edə bilir. Yenə mətnin əsas ideyası budur. Müəllimlərin gözləntiləri və inamı şagirdlərin intellektual inkişafına təsir edir. Bu tezis mətnin məzmununa uyğundur. 3 olan bəndə də çıxdıq. İnkişaf məqsədi olan insanı heç bir təsir dayandıra bilməz. Mətndə demək olar ki, belə bir fikir yoxdur. Sadəcə o insanlara müsbət, pozitiv enerji aşılayırsan, o da onun əksində sənə müsbət verir, nəticələr verir. Yəni, bu da tezis ola bilməz. Alimlərin məktəblərdə apardıqları eksperimentlərin heç bir elmi əsası yoxdur. Əksində mətn göstərir ki, Rozental və Jakobson təsadüfi seçilmiş şagirdlər üzərində eksperiment aparıblar və nəticələri uğurlu olub. Bu eksperiment elmi əsaslara malik idi. Ona görə də bu fikir mətnin tezislərinə aid deyil, əksinə ona ziddir. Cavab olur 1, 4, 5, C variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Buradan doğrunu, buradan yanlışı seçməliyik.
Müəllimlərin müəyyən şagirdlərdən gözləntiləri onların davranışına qeyri-iradi təsir göstərir. Bəli, bu doğrudur. Zaten mətn bunu göstərir ki, müəllimlər seçilmiş şagirdlərin intellektual potensialına inanmış və bu da onların elə bir ki, müəllimlərin qeyri-iradi o insanlardan, o şagirdlərdən müsbət nəticə gözləntilərindən nəticələnmişdir. Bunu doğru qəbul edirəm. Birlə başlayanları saxlayırsınız, yerdə qalanları çıxırsınız. Müsbət gözləntilərin mənfi sonluqla bitməsi genetik səbəblərlə izah olunur. Mətn genetik səbəblərdən demək ki, bəhs etmir. Hər şeyin sosial təsirindən qaynaqlandığını göstərir. Yəni, sən o insandan müsbət nəticə gözlədiyini ona aşılasan, o sənə müsbət geri dönüş edəcək. 2-ni çıxırıq. Zaten cavabımız hazırdır. 1, 4, 5. Çətin ailələrdən olan uşaqların müsbət gözləntilərə reaksiya vermirlər. Səhvdir. Yəni, sən o insana necə reaksiya versən, o sənə o şəkildə. Yəni, müsbət reaksiya versən, müsbət nəticə göstərəcək. Mətn bizə bunu aşılayır. İnkişaf etmək istəməyən şagirdlərdən nə isə gözləmək müəllimlərin yanlış atdıqları addımdır. Xeyr, əslində müəllimlər cəmiyyətə nədir? İstəyirlər ki, müsbət təsir göstərsinlər. Deməli, bu səhv fikirdir. Təsadüfi seçilmiş şagirdlər inkişaf səviyyəsinə çata bilmirlər. Xeyr, mətn onu göstərir ki, nədir? Şagirdlərin inkişaf etdiyi göstərilir, yəni. Bunu səhv kimi qeyd edirik. Müsbət sosial mühit insanın potensialın üzrə çıxmasına şərait yaradır. Bu da doğrudur. Cavab olur 1, 4, 5 D variantı. Hansı ardıcıllıq Pigmalion effektini düzgün göstərir? Ümumiyyətlə, bu hadisələrin bir səbəb-nəticə zəncirini düzgün göstərməliyik. Ümumiyyətlə, gəlin görək bu effektin necə işlədiyini müəyyənləşdirək. 1. Əvvəlcə ətrafdakılar, yəni müəllimlərimiz və ya rəhbər bizə bir fikir aşılayır. Biz buna sosial təsir kimi baxarıq. Yəni, kənardan bizə müsbət yanaşma gəlir. Düzdür? Buna deyirik sosial təsir. Sosial təsir, yəni kənar müdaxilə kimi göstərək bunu. Sonra bizim haqqımızda müsbət düşüncələr formalaşır və onlar bizə bu müsbət düşüncələri aşılamağa çalışırlar. Biz buna inanırıq və özümüzə inamımız artır. Yəni, onlar bizim haqqımızda müsbət düşünürlər, biz də özümüzü o şəkildə, müsbət şəkildə görməyə başlayırıq. Bu olur özünü qiymətləndirmə. Özünü qiymətləndirmə. Ondan sonra artıq mən özümü müsbət qiymətləndirəndən sonra daxilimdəki güc ortaya çıxır. Aydın oldu, bu da potensialın üzə çıxması deməkdir. Potensialın üzə çıxması. Ardıcıllıq budur. Əvvəlcə kənardan bizim haqqımızda müsbət düşündüklərini bizə aşılayırlar. Bu sosial təsirdir. Sonra mən bunu görürəm ki, bəli, onları mənim haqqımda müsbət düşünür və mən də özümü müsbət kimi görməyə başlayırım, özümü qiymətləndirirəm və ondan sonra da artıq da mən müsbətə görə müsbət nədir? Nəticələr hasil edirəm. Sosial təsir, özünü qiymətləndirmə, potensialın üzə çıxması cavab olur B variantı. Qarşısında rəqəm yazılmış hansı cümlələr çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Qarşısında rəqəm yazılmış cümlələr tapırıq. Məsələn, 1 buradadır. Bunu qeyd edirik. 2 buradadır. 3 buradadır. 4 burada. 5 də burada. Bunlara diqqətlə fikir versək görək ki, 2-ci və 5-ci cümlələri mətndən çıxarsaq, mətnin məzmununa xələl gəlməz. Niyə xələl gəlməz? Çünki bu cümlələr özündən əvvəlki fikirləri sadəcə biraz daha genişləndirir. Yəni, yeni informasiya vermir. Məsələn, 5-də fikir verin, deyir ki, bunun nəticəsində uşaq göz qabağındaca dəyişərək inkişafa doğru gedəcək. Bundan əvvələ baxın. Heç nadir hadisə deyil ki, belə uşağı azacaq tərifləsən, ona biraz inansan, o sanki bunu inamla qanadlanacaq. Fikir verirsiniz, yəni burada da inkişafdan söhbət gedir, burada da inkişafdan söhbət. Və yaxud da 2-yə baxırıq. Nə etmək olar? Yəqin ki, tədqiqatçılar bizdən daha yaxşı bilər, müəllimlər belə qənaətə gəldilər. Onlar səbirlə perspektivli şahidlərdən vəd edilən nəticələr gözləməyə başladılar. Yəni, burada da bu ikinci cümlədə özündən əvvəlki cümlə nədir? Fikrini demək olar ki, eyni səviyyədə çatdırır. Yəni, müəllimlər zaten bu əvvəlki cümlədə də heç bir reaksiya vermirlər. Deyirlər, demək ki, tədqiqatçılar bizdən daha yaxşı bilirlər. Bu uşaqlar inkişaf eləyəcəklər. Bunlar da vəd edilən nəticələri gözləməyə başlayırlar. Yəni, uşaqlardan düzgün, doğru nədir?
inkişaf etmiş nəticələr gözləyirlər. Digər cümlələrdə isə bu kimi xüsusiyyət yoxdur. Digər cümlələr hamısı mətndə öz ağırlığını qoruyur. Ona görə də sualın cavabı olur B variantı, ikinci, beşinci cümlələr. Mətnə görə effektin adının Pigmalion seçilməsi ilə bağlı hansı ehtimal daha məntiqlidir? Ümumiyyətlə, Pigmalion effekti nə idi? Fikir ver. Burada deyir ki, informasiyanın dürüstlüyünə əmin olan insan qeyri-iradi şəkildə özünü ilə aparır ki, sonda həmin informasiya öz təsdiqini tapır. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, insanın inandığı fikrin davranışı vasitəsilə reallaşması kimi, təqdim olunması realdır. Yəni, insana müsbət fikir ötürürlər, insan o fikrin reallığına inanır və davranışı vasitəsilə də həmin o fikirlərini də reallaşdırır. Məhz bunun belə seçilməsi də bununla bağlı ola bilər ki, B variantına fikir verin. Bu ad insanın öz inandığına həyat verməsi, onu canlandırması əfsanəsi ilə bağlıdır. Bax, bu daha ehtimal, daha məntiqlidir. Cavab olaraq B-ni seçə bilərik. Mətnə əsasən nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Yəni, eksperiment kifayət qədər inandırıcı şəkildə sübut etdi. İnam müsbət nəticə doğurur. Bunu belə qeyd edə bilərik. İnam müsbət nəticə doğurur. Yəni, şagirdlərin müsbət nəticə verəcəklərinə inandıqlarına görə bu eksperiment də bunu nəticələndi. Və yaxud da belə yaza bilər ki, pozitiv inam şagirdlərin nailiyyətinə şərait yaradır. Pozitiv inam şagirdlərin nailiyyətinə şərait yaradır. Şagirdlərin nailiyyətinə şərait yaradır. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Başqalarının sənə olan inamı sənin daxili inamına həyat verən qüvvədir. Fikrini mətnin məzmununa əlaqələndirin. Zaten mətn bizə bunu deyirlər. Gəlin bu şəkildə belək ki, müəllimlər şagirdlərə istedadlı kimi baxdıqda, şagirdlər də özlərini belə görməyə başladılar. Şagirdlər də özlərini belə görməyə başladılar. Nəticədə daxili potensialları üzə çıxdı. Daxili potensialları üzə çıxdı. Bax, bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə çərçivə içərisində verilmiş sözlə bağlı cədvəldə qeydlər aparın. Çərçivədə söz qanadlanacaqdır. Mətndə məcazi mənada işlənib, yəni poetik funksiyada işlənib. Qanadlanacaq burada uşağın inkişaf etməyindən söhbət gedir. Yazırıq burada inkişaf etmək. İnkişaf etmək. Funksiyası poetik, yəni məcazi, poetik. Bunu həqiqi mənada necə işləyir? Məsələn, quş qanadlanıb göyə qalxdı. Quş qanadlanıb göyə qalxdı və s. kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə görə Pigmalion effekti heç də hər zaman istənilən nəticəni vermir. Fikrini əsaslandıran. Bəli, mətndə də bax, bu hissədə qeyd olunur. Xüsusən də bu çətin ailələrin uşaqlarla bağlı. Çünki onlardan heç kəs yaxşı heç nə gözləmir. Amma qəribədir ki, onları əhatə edən insanların ən pis gözləntiləri belə halda özünü doğruldur. Və ya əksinə, heç nadir hadisə deyil ki, belə uşağı azacıq tərifləsən, ona biraz inansan, o sanki bu inamla qanadlanacaq. Yəni, belə qeyd edə bilərik ki,
Xüsusən çətin ailələrin uşaqlarından ətrafdakılar həmişə pis nəsə gözləyirlər. Yaza bilərik ki, qeyd edək. Çətin ailələrin uşaqlarından ətrafdakılar həmişə pis nəsə gözləyirlər. Bu pis gözlənti uşağa keçir və o həqiqətən də pis işlər görməyə başlayır. Yəni, Pigmalion effekti həm də mənfi istiqamətdə işləyir. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndəki məlumatlara əsasən cümləni tamamlayın. Əsl müəllim o müəllimdir ki, bax, mətni oxuduq və biz belə qərara gələ bilərik ki, mətndən bax, bunu bu şəkildə tamamlayaq. Əsl müəllim o müəllimdir ki, öz şagirdləri haqqında daim yüksək gözləntilərə sahib olur. Öz şagirdləri haqqında daim yüksək gözləntilərə sahib olur. Gözləntilərə sahib olur və qeyri-iradi şəkildə bu müsbət enerjini onlara ötürərək şagirdlərin özünə inamını artırır. Bu kimi fikirlər yaza bilər. Və yaxud da əsl müəllim o müəllimdir ki, hətta ən zəif görünən şagirdin belə daxili potensialına inanır və bu inamı ilə ondan yüksək nəticələr əldə etmək stimulu yaradır. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik.